Son illərdə yeniyetmələr arasında baş verən aqressiv davranışlar, məktəbdə olan dava halları və ümumilikdə gənclər arasında gərginlik müzakirə ediləndə ortaya bir söhbət atılır. Buna səbəbkar oyunlardır. Əgər bir yeniyetmə aqressiv davranış göstərirsə, dərhal belə bir fikir yaranır. Yəqin çox oyun oynayır. Bu nəticəyə gəlmək nə qədər doğrudur? Bu sualı düzgün cavablandırmaq üçün əvvəlcə bir şey başa düşmək lazımdır. Oyunlar nədir? Oyunlar istər döyüş, istər yarış, istərsə də strateji olsun, real həyatı simulyasiya edən və ya müəyyən məqamlar yaradan virtual mühitlərdir. İnsan orada qərar verir, reaksiya göstərir, qalib gəlir və ya uduzur. Yəni oyun özü bir davranış öyrənən sistem deyil, daha çox reaksiya və diqqət tələb edən bir mühitdir. İndi əsas məsələyə keçək. Oyunların insan davranışına təsiri varmı? Bu mövzu uzun illərdir psixologiya və davranış elmlərində araşdırılır. Xüsusilə ABŞ və Avropada aparılan araşdırmalar və meta-analizlər var. Yəni tək bir araşdırma yox, çox sayda tədqiqatın ümumi nəticəsidir. Bu araşdırmaların ümumi nəticəsi belədir. Şiddətli oyunlarla real həyatda aqressiv davranış arasında birbaşa, güclü və sabit səbəb-nəticə əlaqəsi sübut olunmuyor. Bu o deməkdir ki, oyun oynamaq insanı avtomatik olaraq aqressiv etmir. Amma burada da çox vacib bir məqam var. Bu o demək deyil ki, oyunların heç bir təsiri yoxdur. Oyunlar insanın emosional vəziyyətinə təsir edə bilər. Məsələn, gərgin oyunlar zamanı insanın diqqəti artır, reaksiya sürəti yüksəlir, rəqabət hissi güclənir. Amma bu təsirlər adətən qısa müddətli olur və insanın ümumi şəxsiyyətini dəyişəcək səviyyədə olmur. Bəs niyə insanlar yenə də oyunları günahlandırır? Burada psixologiyada tanınan çox yaxşı bir hal var. İnsan beyninin sadə səbəb axtarma meyli. Bir hadisə baş verir. Məsələn, məktəbdə dava və ya aqressiv davranış. İnsanlar səbəbləri araşdırmaq yerinə ən görünən və ən tanış faktora yönəlir. Oyunlar isə bu baxımdan ən ideal asan cavabdır. Çünki görünən və tanınandır. Mübahisə yaratmır və konkret göstərilə bilir. Amma real həyat çox vaxt bu qədər sadə olmur. Əgər doğrudan da oyunlar əsas səbəb olsaydı, eyni oyunları oynayan milyonlarla insanın hamısında eyni davranış formalaşmalı idi. Amma reallıq fərqlidir. Eyni oyunlar oynayan insanlar arasında çox böyük davranış fərqləri var. Bu isə bir şey göstərir. Problem oyunda deyil, insanın özündə və onun yaşadığı mühitdədir. Aqressiv davranışların formalaşmasında daha güclü faktorlar var. Ailə mühiti, sosial təzyiq, diqqət və emosional dəstək çatışmazlığı, real həyatda yaşanan stres, ən əsası isə dost çevrəsidir. Bu faktorlar insan davranışlarını formalaşdıran əsas elementlərdir. Oyunlar isə sadəcə mövcud emosiyanı gücləndirən bir vasitədir. Burada balansı itirməkdə düzgün olmaz. Oyunlar tamamilə təsirsizdir demək də doğru olmaz. Çünki uzun müddət yüksək gərginlikli oyun mühitində olmaq insanın diqqət sisteminə, reaksiyalarını və emosional gərginliyinə müəyyən təsir göstərə bilər. Amma bu təsir insanı dəyişdirmək yox, daha çox anlıq vəziyyətə təsir etmək səviyyəsindədir. Ən böyük yanlışlıq isə budur. Bir problemi görəndə onu ən sadə izahla bağlamaq. Çünki insan beyni bunu sevir, çətin analizdən qaçır. Bu yanaşma isə çox vaxt real səbəbləri gizlədə bilir. Ona görə də sual belə olmamalıdır. Oyunlar insanı davakar edir. Daha düzgün sual belədir. İnsan niyə aqressiv davranış göstərir və biz niyə səbəbi ən görünən yerdə axtarırıq? Çünki bəzən problem ekranın içində deyil. Problem ekranın qarşısında oturan şəxsin həyatındadır. Və bəlkə də ən vacib nəticə də budur. Oyunlar insanı yaratmır. Oyunlar sadəcə insanın kim olduğunu daha tez üzə çıxara bilər. Gəldik videonun sonuna. Videonu bəyəndinizsə bəyənməyi və gələn videolardan da xəbərdar olmaq istəyirsinizsə aşağıdan kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.